Əlbəttə ki, məqsəd top səviyyə şahmatçı olmaqdırsa, burada top səviyyə şahmatçı deyəndə mən olimpiadaları, dünya, Avropa çempionatları, Qran Priləri nəzərdə tuturam. Burada klassik anlamda dediyimiz dolğun həyat yaşamaq geri planda qalır. Çünki şahmat özü uzun bir oyundur və buna görə də uzun məşq hazırlığı tələb edir. Burada uzun dərslər, kamplar və buna tab gətirmək üçün də əlavə mental və fiziki hazırlıqlardan keçmək lazımdır. Bunun fonunda siz hər zaman da bunu təkrar etməli, öz üzərinizdə daim durmadan işləməlisiniz. Və düşünürəm ki, burada əsas insanın məqsədidir. Yola çıxanda nə üçün çıxdığını bilməkdir. Mən hətta belə bir epizod danışa bilərəm ki, mən uşaq vaxtı yarışa hazırlaşanda evdə hazırlaşıram və həyətdən uşaqların səslərini eşidirəm. Pəncərəyə yaxınlaşıb uşaqlara baxıram, çöldə oynayır və bir an beynimdə bu hiss olur ki, mən də oynamaq istəyirəm. Ancaq sonra içimdəki daxili səs deyir ki, yox, axı sənin məqsədin var, sən yarışa gedirsən. Və o səs məni yönləndirir yenidən işləməyə ki, mən o yarış hazırlıqlardan sonra ilk dəfə dünya çempionu oldum 10 yaşlı qızlar arasında.